Salam, hər vaxtınız xeyir dostlar. Yenidən görüşdük biz. İlk videoya gələn rəylər həqiqətən çox xoş rəylər var idi. Minnətdaram hər birinizə. Baxışdan sayı ilk video olaraq yaxşı sayı demək olar. Bu dəfə biz artıq bilirik uzun yolda nə qədər sərfiyyatımız var və yaxud da ki, nə qədər gedər. Bu dəfə istəyirəm ki, şəhər içində yoxlayaq. Yəni elektrik avtomobil nə qədər bizə məsafə verər, nə qədər rahat olar, nə qədər necə deyim, komfortlu və yaxud da ki, ekonomik olar. Artıq uzun yolu dediyim kimi bilirik. İndi isə şəhər için yoxlayaq. Şarjımı tam eləmişəm. 100% eləmişəm və bu həftənin birinci günüdür. Yəni 100% şarjla son sürüşlərim 447, hətta 447 olub. 447 kilometr məsafə verir. Yəni bu dediyim kimi bu həftə tam çalışdığım qədər tam şarjı boşaltmağa çalışacağam. Bateriyanı boşaltmağa çalışacağım. Görək şəhər içində nə qədər, neçə kilometr gedə bilərik. Ara bir videolar çəkəcəm sizə. Görək necə olur. Hələlik bu qədər. Görüşərik. Acıların hepsi mi daimi? Yazık oldu her iki tarafa da, şimdi sence daha iyi mi? Sorma bu ara şu halimi, bu acıların hepsi mi daimi? Yazık oldu her iki tarafa da, şimdi sence daha iyi mi? Bir gün oldu, iki gün oldu, ay oldu, yıl oldu ümitlere. Unutmuyor gönlüm seni, seviyor her gün her gece. Yoruldu, duruldu, kırıldı, vuruldu birkaç kere. Yazılıdır hepsinden. Və artıq bugün biz birinci günü bitirdik. Təxmini 59.4 kilometr, yəni 60 kilometrə yaxın yol sürmüşük. 392 kilometr mənzili məsafəmiz qalıb. Tüketim sərfiyyatımız da 15.4. Yaxşıdır, yəni bugün əsas ağırlıqlı olaraq həm aeroport şosesi, həm beton yol tərəfdən, həm də normal aeroport şosesi ilə getdim. Yəni sürətim ortalama yerində 90 idi. Şəhər içində də Əhmədliyə gedib gəldim. 59.4, yəni təxmini 450 kilometr hələ ki, yəni indi sürdüyümü baxanda gedirik. Yəni avtomobil otomobildə 447 idi. 3 kilometrlik məsafə qazanmışıq. Dediyim kimi hər şey hələ ki yaxşı gedir. Bugün ilk günümüzü bitirdik. İndi sabah biz nə gözləyir bilmirəm, amma gündəlik olaraq sizə çəkib məlumat verəcəm. Sağ olun. Salam, hər vaxtınız xeyir. Bugün artıq mən ikinci günə başladım. Yola çıxmışım. Mən bugün Əzəmi tərəfdə, Əzəm metrosu tərəfində biraz işim var. Oraya gedəcəm və oradan sonra da bilmirəm, ola bilər ki, başqa bir işim də olsun. Yəni, oradan daha sonra yəni, şəhərdəki sıxlığa baxacağıq. Bugün avtomobildə oturanda 388 kilometr məsafə göstərirdi. Yəni axşamdan səhərə qədər də biraz az 1-2 kilometr deyəsən, dünən nə qədər də buraxdığımızı bilmirəm. 1 kilometrdə itkimiz olub. Bunun olması normaldır. Çünki elektrik avtomobillərdə belə bir şey var. Bateriya özünü qoruyur. Yəni soyuq havalarda bateriya özünü qızdırmaq üçün, yəni sizdən icazəsiz də belə
siz avtomobili işlətməsəniz belə özünü necə deyim, tam optimum saxlamaqda üçün bəzən özünü qızdırır. Lap isti havalarda da əksinə soyutmaq üçün yəni avtomobil kilitli olsa belə özünü necə deyim axı optimum səviyyədə saxlayır. Və bateriya demişəm, bir məsələ haqqında mən sizlərə danışmaq istəyirəm. Mən elektrik avtomobili keçindən hər kəs mənə, bir çox insan mənə eyni sualı verir, eyni sözü deyir ki, elektrik avtomobillər ziyandır, radiasiya yayır, orada oturan insanları necə deyim, ziyanlı olur, belə bir şeylər deyirlər. Bu təbii ki bu sadəcə bilinən bir yalandır. Yəni heç vaxt elə bir şey ola bilməz. Düzdür, normal avtomobildən daha çox elektroşüa yayır. Bunun da yaydığı şüada bir telefon qədər və yaxud da ki bir evdə hər birimizin olduğu modem, yəni Wi-Fi modemi qədər yayılır. Yəni bu da siz misal üçün gedin, hər birimizin onsuz da evdə Wi-Fi şüasına məruz qalırıq. Yəni misal üçün Wi-Fi şüasını qoyubsunuz yanınızda işləyə siz telefonla oynayırsınız. Yəni bu eyni qədərdir. Yəni heç bir ziyanı yoxdur. Mən təxminən o aprel ayın 1-dəndir məndə elektrik avtomobili var. Təxminən 6-7 aydır və aldığım gündən də mənim maşında qızım da olur. Qızım da təxmini 8 aylıq, aldığım dövrdə 8 aylıq idi. İndi də bir yaş yarımı təxminli də deyim, çatır, yəni bir yaş yarıma çatır. Heç bir ziyanı olmayıb, heç bir necə yoxluq açmazlığı və yaxud da necə deyim axı, əks təsirini görməmişik. Yəni bu deyilən bir yalandır. Heç vaxt yəni belə şeylərə inanmaq olmaz. Mən özümdə də heç bir necə deyim, əks təsiri görməmişəm. Sadəcə belə bir şey deyim ki, avtomobili bəzən də, həmişə mən çox vaxt evdə qoyuram. Avtomobili yüksək sürətli şarja qoyan zaman, yəni saatda 180 kilovatlıq aparatda zayeka qoyan zaman biraz necə deyim, qəribə hiss edir, mən demirəm. Sadəcə biraz elə maşında oturmaq istəmirəm. Yəni durub getmək, bəlkə də o şeyi fikirləşməsəm də olmaz, yəni elə bir şey də olmaz. Sadəcə bəlkə də şüar altında olan bir şeydir. Başqa bir heç nə hiss eləmə. Amma dediyim kimi də avtomobilə olan o yüksək texnologiyadır. Bir saata avtomobilə 180 kilovat enerji gedir. Yəni 180 kilovat normal bir evdə 10 günlük sərfiyyatdır. Amma avtomobilə 1 saata gedir o. Yəni əlbəttə ki, biraz elektromanyetik biraz yüksələ bilər. Amma dediyim kimi heç bir ziyanı yoxdur, heç bir təsiri yoxdur, insana mənfi təsiri yoxdur. Yəni o baxımdan tam rahat olun, tam rahat şeyləyin, avtomobilinizə minin. Bu günlük bu qədər. Yəni sabah başqa bir məlumat verirəm avtomobil haqqında. Necə deyim, avtomobilin bateriyaları, texnologiyaları haqqında sizə məlumat verəcəm sabah. Bu günlük bu qədər. Yəni başqa bir işim yoxsa elə bilirəm, təkcə Əcəmiyə gedib bir də evə gələcəm. O da yenə də 50-60 kilometr yol eləyir. Bu günlük bu qədər. Bir daha danışarıq. Yəni yolda da bir şey olsa sizə əlavə məlumat verəcəm. Deməli, qısa olaraq bugünün də özətini keçək. Bugün baxanda ümumi olaraq 125 kilometr yol sürmüşük son şarjdan. Dünə 60 idi, bugün də 120, yəni 65 kilometr bugün yol sürmüşük. Sürdüyümüz məsafə ilə qalan məsafəni hesablayanda 456 kilometr eləyir. Deməli, bugün dünən 400
450 kilometr idi. Bu gün də 456 kilometr. Demək bu gün 6 kilometrlik bir məsafə qazanmışıq. Hələ ki dediyindən də biraz üstün, yəni son şarjda dediyi 447 kilometrdə də üstün məsafə verir bizə. Belə. Bugünlük bu qədər. Salam, hər vaxtınız xeyir. Bugün 3-cü günə başladıq. Bu saat 16:35-dir, yəni 5-ə qalır və mən indi məşqə gedirəm. Bugün səhər duranda 327 kilometr məsafəmiz var idi. Mən bir dəfə kargoya getmişəm, daha sonra marketə gedib gəlmişik. İndi hal-hazırda 307 kilometr məsafəmiz var. Mən dediyim məsələ, elektrik avtomobil alarkən ən çox diqqət etməyimiz lazım olan şey onun bateriyasıdır. Çünki bateriya demək olar ki, elektrik avtomobilin tam ürəyidir, yəni onun ən əsas parçasıdır. İki cür bateriya var, iki cür bateriya seçimi var daha çox, NMC və LFP. İkisinin arasında çox fərq var. İkisinin arasında ikisinin də müsbət və mənfi tərəfləri var. İlk növbədə NMC bateriyadan danışmaq istəyirəm. NMC bateriya nikel, maqnat, kobalt qarışımından əmələ gəlib. NMC bateriya LFP-yə baxanda qismən bahadır. Çünki kobalt çətin tapılan və bahalı bir materialdır. NMC-nin ən əsas üstünlüyü odur ki, eyni həcmdə daha çox enerji tutumu var. Yəni necə demək, belə deyim də, 1 kvadrat metrlik yerdə, misal üçün da, yenə də yanacaq çəni ilə deyəcəm, 1 kvadrat metrlik yerdə NMC misal üçün da deyim, 70 litr yanacaq çəni tutursa, LFP təxmini 55-60 litr tutur, yəni 1 kvadrat metrlik yerdə. Ona görə yəni NMC daha necə deyim, uzaq məsafələrə getmək üçün daha əlverişlidir. NMC-nin və bir də müsbət tərəflərin biri olur ki, qışda daha az sərfiyyat itimi olur. Necə deyim, qışda bilirsiniz, elektrikli avtomobillərdə soyuq havalarda enerji daha tez itir. NMC-də bu daha az olur LFP-yə baxanda. Amma mənfi tərəfləri odur ki, NMC həm bahadır, yəni əsas olaraq bahadır. Çünki kobalt dediyim kimi çətin tapılan və bahalı bir elementdir. Və daha sıxlığı da çox olduğu üçün yanmağa daha çox meyillidir LFP-yə baxanda. Yəni daha çox tez yana bilir. Düzdür, yəni bunlar milyonda bir ola bilər və yaxud da olmaya da bilər. Amma yenə də LFP-yə baxanda daha təhlükəli sayılır, biraz da olsa daha təhlükəli və ömrü daha azdır LFP-yə baxanda. Misal üçün deyirəm, NMC bateriyanın ortalama ömrü 1500 dolumdursa, yəni 0-dan 100 dolumdursa, LFP-nin bu 2 qat, 3 qat artığı 4000-4500 olur. Dediyim kimi, LFP-nin də müsbət tərəfləri odur ki, daha ucuzdur, təhlükəsizliyi daha çoxdur, daha az demək olar yanır, yəni elə bir şey çox nadir hallarda ola bilər. Amma dediyim kimi, müsbət tərəflər odur ki, qışda daha çox enerji içiniz olacaq. Mən ikisinin arasında təbii ki, LFP-ni daha üstün tuturam, çünki həm maliyyət baxımından daha ucuzdur,
həm daha uzun ömürlüdür, həm də təhlükəsizlik baxımından daha üstün olduğu üçün mən LFP-ni üstün tuturam NMC-dən. Amma NMC-də dediyim kimi onu da daha uzaq məsafələrə gedə bilərsiniz ondan. NMC ümumiyyətlə siz ümumiyyətlə sərfiyyatınıza baxmalısınız, siz tələbatınıza baxmalısınız elektrik avtomobil alarkən. Nə üçün istifadə edirsiniz? Yəni siz ancaq sadəcə uzaq yollara gedərsinizsə, qışda daha çox sürərsinizsə üstünlük verməlisiniz. Amma şəhər için daha çox sürərsinizsə, biraz daha maliyyəti az olsun və çox daha uzun ömrü olmasını LFP-yə üstünlük verməlisiniz. Yəni mən öz sürüş tərzimi bilirəm, öz sürdüyüm yerləri bilirəm. Ona görə LFP bateriyanı daha üstün tuturam və elə aldığım avtomobildə LFP olduğu üçün bu həm də mən bu avtomobil almaq üçün bir necə deyim axı seçim şansı verdi bu. Və belə ümid edirəm ki sizi başa sala bildim, yəni başa düşdünüz bu haqda. Əlavə suallarınız olsa yenə də şərh bölməsində yazarsınız NMC və LFP bateriya haqqında və yaxud da ki elektrik avtomobillərin verə biləcək bütün suallar haqqında demək olar ki mən bilirəm. Yəni nə sualınız olsa şərhlərdə yaza bilərsiniz. Bu qədər. Yəni bu gün dediyim kimi sadəcə məşqə gedib gələcəm. O da təxminən 35 km yoldur. Bu qədər. Gedib gələndən sonra sizə nə qədər sərfiyyatımız olduğunu göstərirəm. Sağ olun. Acıların hepsi mi daimi? Yazık oldu her iki tarafa da, şimdi sence daha iyi mi? Sorma bu ara şu halimi, bu acıların hepsi mi daimi? Yazık oldu her iki tarafa da, şimdi sence daha iyi mi? Bir gün oldu, iki gün oldu, ay oldu. Və bu gün də gəlib çatdıq evə. Məşqimizi bitirdik, yaxşıdan məşq elədik. Bu günün nəticələrinə baxsaq, bu gün ümumi olaraq 187 km yol sürmüşük. Ümumi olaraq 62 km yol sürmüşəm. Hələ ki məsafəmizdə 272 km məsafəmiz var. 187 km-də yerində 459 km hələ ki gedə bilərik, yəni bu sürüş tərzi ilə. Bu gün də demək olar 4 km qazanmışıq, yəni bu yaxşı nəticədir. Belə, bu gün də burada başa vurduq. Sağ olun, sabah görüşənədək.